burada yaxından iştirak edirlər. Onlardan indi mən birinə bu yaxınlarda zəfərimizlə bağlı tərtib elədiyi kitabının təqdimatını keçirdiyimiz deməli, Gülxani xanım Pənaha, gözəl şair və deməli, teoloqa söz verəcəm. O, həm də Yazıçılar Birliyi adından fəxri diplomu Sadə xanıma təqdim edəcək. Biz yazarlar qadınlar bir dəfə həmişə arxada edirik. Amma bizim həmişə həmişə arxamız olan, dayağımız olan gözəl alimlərimiz, yazıçılarımız, şairlərimiz olur və biz onlara güvənərək öz fikirlərimizi, öz hisslərimizi ifadə etdiyimiz kitabları çap etdirmişik. Sadə xanımı bir ədəbiyyatşünas kimi, bir alim kimi xarakteriz elədik. Amma Sadə xanım çox gözəl də bir yazıçıdır. Əriyən Şamın hekayələr kitabı neçə illər qabaq çıxmışdı. Ondan sonra 4-5 dənədən səhv eləmirəmsə, ona hekayələr kitabları çap olunur. Hər dəfə biz kitablarımızı çap olunanda həm yazıcı, həm alim olan insanların qayğılarını öz üzərində çiğnə götürməyə özünü məsul bilmişəm. Niyə ki, özüm də bu sahədə bilirəm ki, parçalanmaq nə demişdir? İllər əvvəl Bəxtiyar Vaxtədən tələbəsi olan vaxtın Gülsiyə müəllimə yaxşı oxutuma görə akademiyaya dəvət edəndə aspiranturaya. Bəxtiyar müəllim dedi ki, Aydınlıqın parçalamayın. Dedi ki, nə parçalamaq? Bu gedib müdafiə eləməkdir, ona halal eləmərəm bugünkü diplomda 5 il. Dedi, hayır, bu qızı 2 yerə parçaladı. İndi mən illər keçdi, amma mən elə bir öz üzərimdə durdum ki, yox, mən öz duyğularımı, hisslərimi mütləq istər bəri cəhətdən, istər yeni cəhətdən deməliyəm. Mən bunu görürəm, necə deyək, yəni ənənəni Sadə xanımda gördüm, Mahirə Abdullahda gördüm. Bizim bir çox şairlərimiz, yazıçı qadınlarımız var ki, onlar həm alimdir, həm də yazıcıdır. Mən bir yaxınlarda biz 4 antologiya çap etmişik, o 2 antologiyanın layihənin rəhbəri bizim qanunun, ikisinin də layihənin rəhbəri Səlim müəllimdir. Biz orada 150-yə qədər hər dəfə fərqli yazıcı qadınların, yazıcı alimlərin, şairlərin kitablarını götürüb və çap elədik. Mən bugün bu İstiqlal Muzeyinə girəndə yerimdə bir his duyğum elə çox aşınadır ki, mən bir neçə ildir ki, bizim Asım müəllim İstiqlal'la bağlı apardığı tədqiqatlar var. Cumhuriyyəti dövründən üzü bəli, Cəfər Cəfərdən üzü bəli. Nə qədər o, hər dəfə fikirləşəndə ki, mən gedib fikirləşəndə ki, arxivlərdəki tozlu torpaqlı yerlərdə nə çətinliklər olur, saralmış verəklər üzə çıxarlar, onları belə həyata qaytarmaq, onlara həyat vermək, onları cəmiyyətə təqdim edən çox böyük fədakarlıq istəyirlər. Bu cəhətdən həmin alimlərimizin də dəvətini dəyərləndirlər. Amma bu kimi müstəqillik dövründə hər şey əlimizin altındadır. İstənilən insanlar məsələlərimizi oxuya bilir, haqqımıza fikirlərini yeyə bilir. Və o kitabların üzərində gedən tədqiqat işlərindən biri olan sahiblərin bu səhmətini böyük dəyərləndirir. Təkcə mənim, bütün yazıçılar bilir, bizim heyətimiz, bizim katibimiz, hər birimiz zaman bizim qadın yazarlarımızın hər birinin əsərlərindən öz dəyərli olaraq, yəni gücümüz çatan bizim olanımız olan fərqli diplomlarımızı təqdim edirik. Bugün də Anadolu'nun imzasıyla bizim Yazıçılar Birliyinin keçən həftə o Zəfərimiz mübarək tələbəmizin 5 ilinə bağlı kitabın təqdimatından sonra vərəqlədiyi mövzulara dayanaraq bir də gözdən keçirəndən sonra qərar aldı ki, yenə də bir neçə qadınlarımıza biz o fərqli diplomu təqdim edəyik və bunlarda birinci təqdim edəcəyimiz də bizim filologiya elmləri professorumuz Sadə xanımdır. Sadə xanım uğurlar deyirlər, hər bir qadın yazarımıza uğurlar deyirlər, hər bir əlbəlləri ilə məşğul olan kişilər hamısı dəqiq pul qazanır, şirkətlərdə gedirlər, amma o zəhnət haqqı ilə 500-600 maaşla o boyda akademiyanın çiğlərində saxlayan oğullarımız var. Mən onlara minnətdarlığımı bildirirəm. Zaman gələcək bizim dəyərimiz olur, çox böyük dəyərimiz olur. Və mən bilirəm ki, Salənin kitabında çox böyük dəyər olacaq. Azərbaycan Yazıçılar Birliyi, Milli Elmlər Akademiyası hər şey birlikdə fəaliyyət göstərir. Biz həmişə İsa müəllimlə, Anar müəllim özümüzdə böyük axsaqqal, qardaş, hatta böyük görmüşük. Çünki elə şeylər var ki, onların səlahiyyətində deyil. Amma biz həmişə onlardan gördüyümüz o dəyərlərə görə onlara da böyük minnətdarlığımızı bildiririk ki, mən bayaq dedim, bəzən insanlarla birlikdə olur, bəzən çox çətinliklərlə gəlmiş qadınlarımız var, ədəbiyyatda, elmlər. Mən onlardan biri olsuğa görə Sadə xanıma da necə bir yol keçdiyini bildiyimə görə uğurlar deyirəm Sadə xanıma da, bütün yazılarımızda da inşallah Azərbaycan yazıçılar
təbii ki, söz verir ki, zaman seçmədən ədəbiyyatşünaslarımızı, yazıçılarımızı, şairlərimizi, yazar qadınlarımızı, yazar qardaşlarımızı mütləq bu tərtibə qədər qoşacaq. Söz vermişəm özümə. Zaman işimiz görürük və bugün verəcəyimiz bu diplomu da Sadiq xanım zəhmətin əməyi dəyəri yüksək qiymətləndirir. Teşekkür ederim.